videolarımıza kim baxırsa və izləyirsə, bugün tez və asan hazırlanan bir yeməyi hazırlayıb sizlərlə paylaşıram. Ailə üzvlərimizə görə, sayına görə hazırlayırıq. Mən 3 ədəd kartofu artıq yuyub təmizləmişəm. Sütkəcin bu xırda gözündən keçirdirəm. Yəni rəndələyirəm. Kartofu artıq rəndələdim. Üzərinə sarı kök əlavə edirəm. Duz, istiot. Səpdim. Artıq mal əti, demək, ət çəkən maşından keçirmişdim. Hazır əlimin altında var idi. İçərisində maşından ətin üzərinə həmişə olduğu kimi soğan da əlavə etmişəm. İstiot və duz da artıq əlavə etmişəm. Təqribən 200 qram ətdir, mal və yaxud da ki qoyun əti. Az hazırladığım üçün bir ədəd yumurtadan istifadə edirəm. Başqa bir qabın içərisinə dökürəm. Salıram yumurtanı, qarışdırıram. Yumurtanın yarı hissəsini kartofun üzərinə, yarı hissəsini isə ətin üzərinə tökürəm. Bir xörək qaşığı un səpirəm. Bunu da yarı hissəyə bölürəm, yarısını buna, yarısındakı ətin üzərinə tökürəm. Əgər çörək varsa, quru çörək, onu süddə və yaxud da ki suda isladıb ətin içərisinə vurum. Ümumiyyətlə kotletə vurarkən daha da dadlı alınır. Əti əlimlə qarışdırdım. Sonra isə bunu da qarışdırıram. Ya çəngəllə və yaxud da ki onu da əlimlə qarışdırım. Tavanı qaz sobasının üzərinə qoyuram, bişirirəm orta temperaturda. Tava qızdıqdan sonra üzərinə duru yağ əlavə edirəm. Ya günəbaxan yağı və yaxud da ki qarğıdalı yağı. Kərə yağında da bişirmək olar. Əgər kərə yağında hazırlayırsınızsa, əridilmiş kərə yağı olsun. Belə bir kartof artıq qaldıqda rəngi azca qızarmış olur, eybi yox. Qarışdırdıqdan sonra tavanın içərisinə qoyuram, qaşıqla. Bəziləri bu yeməyə didilmiş kartoflu ətli kotlet deyir, bəziləri quş yuvası deyir, hərə müəyyən ad deyir. Müəyyən qədər içərisini, qıraqlarını yuxarıya qaldırıram, içərisini bu şəkildə yayıram. Dairə şəklində ətdən belə bir şəkildə kotlet hazırlayıram. İçərisinə qoyuram. Yenidən keçirdiyim kartofu üzərinə tökürəm ehtiyatla. Bu şəkildə hazırladıqlarımı bir tavada hər iki yüzünü qızardıram. Ehtiyatla çevirirəm. O bir yüzünü də yağda qızardıram. Bugün de hazırladığım bu kadar. Bildiğimi sizlerle paylaştım, bölüştüm hazırladığımı daha doğrusu. Sağollaşmıram, yine de hələlik deyirəm.